Salam əziz izləyicilər. Mən Fez Akademinin Kimya üzrə təlimçisi Həşimova Fatimə. Bugün sizinlə 2024-cü ildə qəbul imtahanına düşən suallardan bəzilərini nəzərə yetirəcəyik. Birinci sualda doymuş bir əsaslı karbon turşusu və doymuş bir atomlu spirt verib, nisbi molekül kütlələri bərabərdir və hidrogen atomlarının sayını 1 verib, digərini müəyyən etməyimizi istəyir. Bilirik ki, doymuş bir əsaslı karbon turşularının ümumi formulalarını CaH2AO2 və yaxud da CnH2O2 formasında ifadə edə bilərik. Doymuş bir atomlu spirtlər üçün isə bu CbH2b üstəgəl 2O formasındadır. Şərtə əsasən bu maddələrin nisbi molekül kütlələri bir-birinə bərabərdir. Yəni 14A üstəgəl 32 bərabərdir 14B üstəgəl 18. Buradan B bərabərdir A üstəgəl 1 ifadəsini alarıq. Turşuda hidrogenin sayı 2A, spirtdə hidrogenin sayı isə deməli 2B üstəgəl 2 olduğundan, yəni turşunu N ilə ifadə edib zaten N bərabərdir 2A yaza bilərik. Və 2B üstəgəl 2 də X-la ifadə olunub. Buradan da X bərabərdir 2 A üstəgəl 1, yəni üstəgəl 2, buradan da 2A üstəgəl 4'ü alarıq. X 2A üstəgəl 4 olar. Bu da, yəni, belə deyək, N 2A olduğuna görə 2A'nı yenə N qoysaq, eləyər N üstəgəl 4. B variantı düzgün cavab olacaqdır. İkinci suala nəzər yetirək. Hissəciklər verilib, proton sayıları, elektron sayılarının müqayisəsi ABC-ni müəyyən etməyimiz tələb olunur. Biz bilirik ki, neytral hissəciklərdə proton sayı elektron sayına bərabər olur. Yəni, Y neytraldır da, proton sayı 12 isə elektron sayı, yəni B də 12-yə bərabərdir ikinci sualda. Müsbət və mənfi yüklü hissəciklərdə isə elektron sayı deməli necə hesablayacağıq? Elektron sayını protondan yükü çıxmaqla təyin edirik. X müsbət bərabərdir. X müsbət 10. Elektron sayı bərabərdir. A'dan elektron sayını tapmaq üçün A'dan çıxırıq müsbət 1'i. Və buradan təyin edirik ki, A 11'ə bərabərdir. Z iyonunun proton sayını tapmaq üçün isə 10 bərabərdir. C çıxılsın mənfi bir ifadəsini yazarıq. Buradan da C bərabər olar 9. A11, B12, C isə 9. A11, B12, C isə 9. B variantı ikinci sualda düzgün cavab olacaq. Gəlin üçüncü suala nəzər yetirək. Yenə bir cədvəl qarşımıza çıxır. Ammonium hidrokarbonatı parçalama reaksiyası verilib və maddələr X, Y, Z-dir, belə deyək, şərtdə belə verir. Ammonium hidrokarbonat parçalanır, X, Y və Z alınır. Burada parçalama reaksiyası birbaşa yazılıb və burada X, Y, Z molekulunda polymer kovalent rabitələrin sayı 4, 2, 3-dürsə, hansı maddə oksigenə reaksiyaya daxil olar? Aha, yəni parçalama reaksiyasında ammonium hidrokarbonatda parçalanma zamanı amonyak qazı, karbon qazı və su əmələ gəlir. Aha, alınan məhsulların quruluş formulunu yazaq. Karbon qazı bu formada, su bu formada, amonyak da bu formada olacaqdır. İndi 4 polymer kovalent rabitə var. Burada 4 dənə polymer kovalent rabitə var. Burada 2 polymer kovalent rabitə var. Burada isə 3 dənə polymer kovalent rabitə var. Polymer kovalent rabitələrin sayına görə X oldu 4 dənə deyə karbon qazı, Y oldu su, çünki Y-də 2 dənə verib, Z isə oldu amonyak, çünki kovalent rabitə sayı 3 dənə verib burada polymer kovalent və amonyakda 3 dənə polymer kovalent rabitə var.
Aha, və bu maddələrdən hansı oksigenlə reaksiyaya daxil olur? Karbon və su oksigenlə reaksiyaya daxil olur. Yalnız amonyak. Yalnız Z. Y variantı 3-cü sualda düzgün cavab olacaq. Növbəti izahlarda görüşənədək hələlik.